MDR xatirələri, hadisə və travmaları silir. Xeyr, bu MDR psixoterapiyası haqqında yayılan yanlış bir mifdir. Belə bir metod, cihaz və ya terapiya üsulu yoxdur. Ümumiyyətlə, niyə də olsun ki, bizi formalaşdıran yaşananlardan çıxardığımız nəticələrdir. Beynin hadisəni emal edərək xatirələr torunu hörüb bir-birinə bağlaması nəticəsində öyrənmə baş verir. Lakin travmatik hadisə yaşandıqda bu sistem pozulur. Hadisə emal edilmədiyi üçün izolyasiya olunur. Travmatik hadisə baş verən zaman çox güclü duyğular yaşandığı üçün beyin həyatda qalma rejiminə keçir. Biz həmin anda heç bir rasional sorğulama etmirik deyə. Həmin hadisənin xatirəsi də bu rejimdə yadda saxlanılır. Xatirə sanki haradasa ilişib qalır və illər sonra hadisə xatırlandıqda eyni emosional reaksiya yarana bilir. MDR terapiyası zamanı göz hərəkətləri və ya digər iki tərəfli stimulyasiya vasitəsilə emal olunmayan hadisə təkrar emal olunur və təsiri azalır. Nəticədə xatirə qalır, amma onun yaratdığı qorxu, gərginlik və narahatlıq əhəmiyyətli dərəcədə azalır. Yəni, məqsəd keçmişi silmək yox, onun bugün yaşadıklarımıza təsirini azaltmaqdır.